Bugün səhər saatlarında Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə geniş miqyaslı hava hücumu həyata keçirib. Hücum barədə məlumatı Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkachenko açıqlayıb. Onun sözlərinə görə Rusiya qüvvələri Kiyev və ətraf ərazilərə ümumilikdə 175 pilotsuz uçuş aparatı, 14 qanadlı və 2 ballistik raket atıb. Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən hücum nəticəsində azı 14 nəfər həyatını itirib, 60-dan çox insan isə yaralanıb. Yaralıların bir neçəsinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Hücum nəticəsində yaşayış binalarına, infrastruktur obyektlərinə və nəqliyyat sisteminə ciddi ziyan dəyib.